Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpın idxal tarifləri ilə hədələdiyi ölkələrin kütləvi informasiya vasitələri təhdidlərə cavab verir. Bəziləri hökumətlərini fəaliyyətsizlikdə ittiham edir, bəziləri Birləşmiş Ştatlar prezidentini hədəf alır, bəziləri isə öz oxucularını inandırır ki, ticarət müharibəsi ilk növbədə Amerikalıların özlərinə zərbə vuracaq. Məsələn, Kanadanın National Post qəzeti yazır ki, baş nazir Justin Trudeau Trump tarifləri qarşısında zəifliyi seçir. Yəni nəşrə görə Trudeau bir növ məktəb zorakılığından müəlliminə şikayət edən uşaq kimi davranır. Hindistanın Indian Express qəzeti isə yazır ki, Trumpın tarif rejimi çaşqınlıq yaradır. Hazırda Hindistanın qlobal ticarətdə etibarlı tərəfdaş kimi özünü təsdiq etdiyi bir dövrdür. Ölkə ixracatçıları həm yeni bazarlar kəşf etməli, həm də idxal etdiyi mallarla daha böyük rəqabətə açılmalıdır. Qəzet yazır ki, belə bir dövrdə Hindistan hökuməti Trump administrasiyası ilə ticarət və tariflərlə bağlı danışıqlar aparmaqdan qorxur. Analitiklərin fikrincə, Donald Trump bununla çox güman ki, qlobal iqtisadi nizamı yenidən formalaşdırmağa çalışır. O artıq Avropa İttifaqını da 25%lik tariflərlə hədələyib. Donald Trump 10 illiklər ərzində qurulan qlobal təchizat zəncirlərini məhv edir. İnvestorlar tarif müharibəsinə əsəbi reaksiya verirlər. Bu da dolların zəifləməsi ilə özünü göstərir. Birləşmiş Ştatlar əhalisi də risklərin artmasından o qədər də razı deyil. Sorğulara görə Amerikalılar Trumpın inflyasiya ilə mübarizədə daha qətiyyətli tədbirlər görəcəyini gözləyir və digər ölkələrə qarşı tariflərin tətbiqini prioritet hesab etmirlər. Bundan belə Trump əmindir ki, onun kursu düzgündür və uzunmüddətli perspektivdə tariflər ölkəyə iqtisadi rifah gətirir. Meksikanın El Financiero qəzeti isə yazır ki, ölkə Birləşmiş Ştatlardan qisas almalıdır. Çünki Trump onun təhdidlərinə boyun əyənlərə hörmət etmir. Meksika nəşrinə görə Ağ Ev lideri yalnız ona müqavimət göstərənlərə hörmət edir. Təbii ki, bu təkcə arqumentlərlə deyil, həm də güc yolu ilə ola bilər. Çünki təkcə arqumentlərlə Birləşmiş Ştatları inandırmağa çalışmaq mənasızdır. Seulun Korea Times qəzeti isə Trumpın yalan bəyanatı başlıqlı məqalə paylaşıb. Qəzetə görə Trumpın Koreyanın Birləşmiş Ştatlardan 4 dəfə yüksək tariflər tətbiq etdiyi barədə iddiası doğru deyil. Bu dezinformasiya Ağ Ev liderinin etibarlılığını sarsıdır. Digər tərəfdən Washington Post qəzetinə müsahibə verən iqtisadçılar xəbərdarlıq edirlər ki, ticarət müharibələri elə Birləşmiş Ştatların özündə də tənəzzülə səbəb ola bilər. Amerikalıların artıq 69%-i belə yeni tariflərin qiymətləri artıracağına inanır. Amerika şirkətləri artıq bunun təsirini hiss eləyirlər. Tariflər Amerikalılar üçün vergidir. Zərbə xüsusən avtomobil sənayesi üçün ağır ola bilər. Birləşmiş Ştatlarda avtomobil qiymətləri $2500 arta bilər və tədarük zəncirində xaos yaşana bilər. Rəy sorğuları da təsdiqləyir ki, sadə Amerikalılar tariflərə görə inflyasiyanın yeni dövründən qorxurlar. Trump tariflərdən təkcə xəzinəyə gəlir gətirməsi üçün deyil, həm də siyasi təzyiq vasitəsi kimi istifadə edir. Bəzən bu ona miqrasiya və ya narkotik ticarəti ilə mübarizə aparmaq üçün, bəzən isə ticarət şərtlərini bərabərləşdirmək üçün lazımdır. Məsələn, Avropa İttifaqı Birləşmiş Ştatlardan gələn avtomobillərə 10% tarif tətbiq edirsə, Vaşinqtonun Avropa avtomobillərinə tətbiq etdiyi tariflər cəmi 2,5%-dir. Bu, bir tərəf üçün ticarət kəsiri, digər tərəf üçün isə profisit yaradır. Trumpın fikrincə bu ədalətsizdir. Çinin China Daily qəzeti isə iddia edir ki, tariflər Birləşmiş Ştatların özünə kiçik narahatlıq deyil, böyük ağrılar gətirəcək. Analitiklərin fikrincə, Pekin şübhəsiz ki, tarif müharibəsinə daha yaxşı hazırdır. Hesablamalara görə 20%lik tariflər 2025-2027-ci illər arasında ölkənin ümumdaxili məhsulunun 0,6%-ni təşkil edə bilər. Lakin dünyanın ikinci ən böyük iqtisadiyyatının öz malları üçün alternativ bazarlar tapma ehtimalı daha yüksəkdir. Xatırladaq ki, Trump fevralın əvvəlində Kanada, Meksika və Çindən gələn mallara rüsumların artırılması haqqında sərəncam imzalayıb. Tariflər fevralın 4-də qüvvəyə minməli idi. Lakin Kanada və Meksikaya rüsumlar 30 gün təxirə salınıb. Çin mallarına tariflər isə ilkin olaraq 10% müəyyən edilsə də, martın 4-də Ağ Ev onları 20%-ə qaldırıb.